Değerli tələbələr, bugün sizlərə sahə və perimetr mövzusunun izahını verəcəm. Deməli, başlayaq birinci sualdan. Bizə deyir ki, 1-15 sayılı suallarda fiqurun sahəsini tapın. Biz bunun sahəsini necə tapa bilərik? Əslində, burada bir neçəsini verməyibdir. Məsəl üçün, bura 2x-dir, bura 3x-dir, buranın özünü 2x vermişdi. Digər halda, buranı 1.5x, buranı da 2x olaraq göstərmişdi. Biz əslində buranın içərisinin için tapmalıyıq. Amma baxacağıq. Bəzən sadəcə için tapacaq, tez-tez tapa biliriksə, burada daha çoxdur içərisi. Bir də, baxın, böyük fiqur. Elə bil ki, bunu böyük bir dənə düzbucaqlıya. Burası 7, uzunluğu 7, burada da daha doğrusu uzunluğu 8, eni 7 olan bir düzbucaqlının sahəsini necə tapırıq? Sahə düzbucaqlı çəkim bərabərdir nəyə? A vurulsun B-yə. S kvadrat nədir? S kvadrat bərabərdir A kvadratına. Yəni, bir tərəfinin kvadratına. Bunun kvadratı bizə verir 56, düzdürmü? Ümuminin 56 edir. Biz indi 56-dan çıxacaq. Baxın, bu hissələri başqa bir rənglə göstərim sizə. Biz indi, baxın, bu hissəni 56-dan bu hissələri çıxdıqda bizim böyük fiqurun, bizdən soruşulan fiqurun sahəsini tapmış olarıq. Gəlin bu üçünəsini tapaq və 56-dan çıxaq. 56 minus deyin ki, 56-dan halını aldıq, 7-ni 8-ə vururuq. A ilə B-ni, yəni böyük fiqurun. 56-dan çıxaq. X kvadratını da gözləyin yazın. Çıxaq. İndi bir-bir bunları baxaq və toplayaq. Deməli, burada, bura 2x-dir. Burada əgər 2x-in mütənasiblə göstərsə 2x, baxın, bura 2x-dir, bu da bunun yarısı olarsa, buranı x götürə bilərəm. Düzbucaqlının sahəsi A vurulsun B. 2x, x-ə vursam elə 2x kvadratına. Yəni, bu hissə 2x kvadratdır. Gəlirəm bura. 1.5-i 2-yə vurduqda edir 3. 3x kvadrat buradır. Plus 3x kvadrat. Plus, gəlin bir də aşağını tapaq. 2-ni 3-ə vursam, burada 6x kvadratına bərabər olar. 6x kvadratda buranı götürdük. Deməli, nə edir? 56x kvadrat minus 2 ilə 3, 5, bu da 1, 6, 11-ə bərabərdir. Yəni, 45 x kvadratına bərabər deyə bilərik. A variantımız doğru variant sayılır. Fərqli bir sualı baxaq. Məsəl üçün, 3-cü sualda bu təbii ki, bir-bir hesablamayacaq. Çünki burada fiqurların hamısı bir-birinə bərabərdir. Çünki baxın, burada bərabər işarələrini qoyub. Buranı A verirsə, burada A'dır. Kvadratın sahəsi A kvadratına bərabərdirsə, bunların hər birini sayıb, nisbinin A kvadratı olduğunu görək. 1, 2, buranı 1 qəbul edirəm. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 A kvadratına bərabərdir. Yəni, sadəcə sayıb, A kvadrat neçə A kvadrat olduğunu müəyyənləşdirəcəyik. Eyni qayda burada 6-nı da, əgər bir dənəsi fikir versəniz, hər tərəfi 2x-dir. Burada 4x-i bu ikisi olaraq verib. 2x bura, 2x buradırsa, bunun kvadratı sahəsi 4x kvadratdır. 4x kvadrat sayıb yenə 4-ə vuracaq. 16 dənədir və 4-ə vurduqda bizə 64-ü verir. Gəlin belə bir suala baxaq. 5-ci sualda burada bir də 3 bucağımız var. 3 bucağı da müəyyənləşdirək. Belə bir 3 bucağa ayırıram bunu. Hissələrə ayıracağım. Görək bura neçədir? Əslində 2 buradan müqayisəni göstərsə 2x də buradır, 2x də bura. Yəni bu 4x edir. Bir tərəfi 4x-dir. Əgər fikir versəniz, təxminən götürmək olur bunları. Məsəl üçün, burada 2x-dir. Ümumilikdə 6x isə 2x buradadır, 4x də buranı sayıram. 3 bucağa qədər 4x. Bəs 3 bucağın sahəsi düsturu necədir? S 3 bucaq bərabərdir. Deməli, 2-də 1, A, B. Bu düz bucaqlı 3 bucağın sahə düsturudur. Bir də var ki, onun hündürlüyü ilə, hündürlük də qarşımıza çıxanda onu da deyəcəyəm. Onda da 2-də 1 AH yazırıq. Deməli, burada indi 3 bucağın sahəsi neçə olur? 4-ü 4-ə vursam, S bərabərdir, 2-də 1 vurulsun, 4 vurulsun, 4. Bir dənəsi ixtisar getsə, qalır 2. 2-ni də 4-ə vursam, 8. Bu 3 bucağımın sahəsi olur 8x kvadratına. Devam edirəm. Bu düzbucaqlım neçə olur? Bir tərəfi 4, bir tərəfi 2-dirsə, dedik ki, S bərabərdir AB-yə. 4-ü 2-yə vursam, bura 8 edər. 8x kvadrat yenə.
Deməli, yazaq elə 8 plus 8 plus. Devam edək. Baxın, bunu kvadrat halına getirsək və yaxud da belə götürsək. Belə götürək. 2 bura, 4 bura. Bu yenə elədi 8x kvadrat. 8 plus. Gəlin, indi bunu da belə götürək. Baxın, yenə eyni qayda. Bu hissə buradan bura 2'dir. Burada başlayın. Buradan bura 4'dür. Bu hissədə 2'dir. Bunun ümumi uzunluğu, yəni uzunluğu 6 edir. 2 də bu 12. Vururuq təbii ki də. 12x kvadratı, bu da 12 plus. İndi əgər 2 buradırsa, 2x buradırsa, baxın buradan bura 4, buradan bura 2, 6, buradan bura 8. 8x də buranı götürməliyik. 2 dəfə 8'in bu 16x kvadratı verər bu hissə bizə. 16 da bu plus. Qaldı bir dənə bu yuxarı hissəm. Bura 4, bura neçədir? Bura 2'dirsə burada 2'dir. Elə 4, yox, buranı 4 idi. Onsa da bura neçədir? Bura 2, elə 2. Burada 4x sayılır. Vurduqda yenə 16x kvadrat olaraq götürürük. Bərabərdir. İndi görək neçə edir? Deməli 20, 32 də bu 42, 50, 58. Başlayın deyəsin, səhv saydım. Bu 32, bu 40, 20 də bu. 60, 68 edir. 68x kvadratına bərabərdir. Y variantına uyğun gəlir. Sonra fərqli bir suala baxaq. Məsəl üçün 7-ci sualın izahına baxaq. Görək necə hesablayır bunu. Deyək, kvadratın daxilinə çəkilmiş 8 bucaqlının sahəsi 28 santimetr kvadrat olarsa, kvadratın sahəsini tapın. Bizə buna deyir ki, 28 kvadrat santimetrdir. Bir dənə də bunu 2 veribdir. Bunun burası da 2'dir. Ondan sonra nə edirik? Biz ümumilikdə götürək bunu necə? Olarsa kvadratın sahəsini. Bura 28'dir. Bunun bir dənəsini tapırıq. Vururuq 4'ə. 4'ünü də tapırıq. Yəni sonra 28 ilə bunların balacalarını da hesablasaq, gəlin sahəsini taparıq. Bunun sahəsini necə tapırıq? Dedik ki, üçbucağın sahə düsturu S üçbucaq bərabərdir. 2'də 1 AB. İndi baxın. Bir dənəsini qoyaq yerə. 2'də 1 vurulsun. A'm 2'dir. B'im də yenə 2'dir. Bir dənəsi ixtisar getsə ilə qalır 2. Yəni bunun biri 2'dir. Bu da 2'dir. Bu da 2'dir. Bu da 2'dir. 4 dənə 2. 8 eləyir. 28 də bu bizə verir 36'nı. Devam eləyək. Məsəl üçün yenə eyni qayda bu. Burada baxın. Sahəsini, belə deyim, 2'də 1 AH ilə üçbucağın sahəsini bu cür hesablayacaq. Gəlin baxaq. Bunun sahəsi neçədir? Bunun sahəsi 2A kvadrat, 4A kvadrat. Biz dedik ki, düzbucaqlının tərəflərin bir-birinə vururuq. Bu edir 8A kvadratı. Burada eyni qayda. A buradır. 1, 2, 4 də bu 6. Yəni bu ümumilikdə 6'dır. Burada 3'dür. 6 dəfə 3'ün 18 qəbul edirik. Buranı 18A kvadratı. Fikir verin. Bura ümumilikdə 5 deyir. Buranı 3 deyir. Əgər 3 buradan buradırsa, buradan bura qədərdirsə, bura qalır 2 ondasa 2A. Bunu silirəm buradan, bunu da yazıram 3A. Deməli 2A buradır. Buradan buranı tapmalıyam mən. Buradan buranı. Buradan buranı necə tapıram? Bunun yarısının necə götürək bunu? 2A kimi götürməliyik əslində. Baxın, bunun yarısı buradan çəksəm, gəlir düşür bunun yarısına. Yəni A'dırsa, buradan bura A'dırsa, buradan burada A kimi götürüb nə götürəcəm? 2A olaraq qəbul edəcəm. Biz bu üçbucağın, yəni düzbucaqlı üçbucağın əslində bunun yanı düzbucaqlı üçbucaq çəksən daha yaxşı olar. Düzbucaqlı üçbucağın, heç düzbucaqlıya oxşamadı. Düzbucaqlı üçbucaq. Sayaq bunu. Bərabərdir 2'də 1 AB demişdik. Bir də deyirik ki, elə adi üçbucağın nə deyirik? 2'də 1 AH hündürlüyü ilə. Deməli 2'ni 2'yə 4, 2'də 1'ə vururam təbii ki də. Bu da eləyir bizə yenə 2A kvadrat. Gəlin buranı hesablayaq. Bunun hündürlüyü mən belə çəkirəm. Bunun hündürlüyü burayla bərabərdir. Yəni 2A olaraq qəbul edirəm. Bura 2A'dırsa ümumilikdə 6A götürmüşdük bu hissəni. Burada 4A qalır. İndi 2A 4A. Qoyuram yerinə 2'də 1 vurulsun. A'yımı qəbul edirəm 4A. 4. 4 qəbul edək. 4 vurulsun. H-ımı da qəbul edirəm 2. Bunlar 2'lər ixtisar gedir. Burada qalır elə 4. Yəni bu hissə, bu üçbucağım 4A kvadratına bərabərdir. Gəlin indi baxaq nə qədər elədi. 8, 18, 26. Bu 30, bu da 32. Yəni D variantına uyğun gəlir. Aha, bizə deyir ki, tərəfi 14 cm olan zərf şəkilli kağızın kənarlarını asdıqda alınan kağızın sahəsini tapın. Tərəfi 14'dür. Bunun tərəfi 14'dürsə,
Deməli, bunu açanda 2 qat böyüyür. Yəni, bunun sahəsi neçədir? Baxın, bunun sahəsi 14-dür, düzdürmü? 14-ün kvadratı, bunun sahəsi, bax şimdi bir tərəfi, mən də götürdüm burada. Bunun tərəfi 14-dür. Ondasa sahəsi nə qədərdir? S bərabərdir A kvadrat. Bizə deyir ki, bu kvadrat şəklindədir. Kvadratdırsa, bu bir tərəfi 14-dürsə, A kvadrat sahəsi eləyir 196. 196. Əgər bu da açılanda bunun 2 qatı edəcəksə, 196-nı da vuracaq 2-yə. Bu da bizə verəcək 392 kvadrat santimetr. Yəni, C variantına uyğun gəlir. Bəli, bu cür qatlayıbdırsa, açanda hər tərəfini açır. Elə bil ki, bu da bizə verir onun 2 mislini. Sonra 10-cu sualdan izah eləmişik, 11-ci sualdan izah eləmişik, eyni qayda 12-ci sualdan izah eləmişik. Bunu sizlər özünüz üçün ayırırsınız. Baxın, burada bu şəkildə ayırırsınız. Sonra sayırsınız. Bir dənəsini tapırsınız, sayırsınız, vurursunuz sayına. Əgər 2A, 2A bu eləyir 4A kvadratını, düzdürmü? 4A kvadrat eləyirsə, sayırsınız, vurursunuz 4A-nın kvadratına. Burada 13 dənədir. 4A-ya da vursam, bizə 52-ni verəcəkdir. Sonra fərqli bir suala baxaq. Məsəl üçün 15-ci suala baxaq. Deməli, burada baxsaq əgər bu üçbucağın, baxın bu üçbucaq, yəni bu şəkildə ayırıram mən bunu əvvəlcə. 6 dənə burada eyni üçbucaq var. Təbii ki, biraz düzgün çəkmədim mən bunu. Burada 6 dənə eyni şəkildə üçbucaq var. Bir dənəsini tapsam 6-ya vursam kifayət edər. Burada bir dənə kvadratım vardı. Kvadrat, baxın 3-ü 3-ə. Bura eləyir onsuz 9. 9 kvadrat santimetr. Bura 4-dür. Bura neçədir? 3, 3, 3. Bura 9-dur. Ümumi 9-dur. Bura 9-dur. Bura 4-dürsə bizə nə verir? 36. Buranı 36 tapmışıq. 36 plus 9 plus gəlin üçbucağın bir dənəsini tapaq, vuraq 6-ya. Deməli, əgər sənə buranı silim ki, biz rahat başa düşüncə hansı hissəni deyirəm sizə. Baxın, indi, əgər buradan bura 3 verirsə sizə, demək ki, bu hissəniz bura qədər, baxın, bura qədər 3-dür. Əgər bu yuxarını 3 verirsə, demək ki, bu hissəm 3-dür. Kvadratın sahəsi nə dedik? 2-də 1 AB. Ondasa mən A-nın da yerinə, B-nin də yerinə 3 qoyuram. Bu 9, 2-yə də bölsəm 4.5 verir. 4.5 bir dənəsi oldu. İndi mən bunu 6 vur 4.5 şəklində yazıram. Çünki 6 dənə üçbucağım var. Davam edək. İndi neçə eləyir? Bərabərdir. 36 ilə 9 bizə verir 45. Bu da bizə verir 27. 45 ilə də 27, 72 edir. 72 D variantına uyğun gəlir. Sonra baxaq bu cədvəl şəklində bizə verilənləri necə tapacağıq. Deyir ki, 16-40 sayılı suallarda fiqurun rənglənmiş hissəsinin sahəsini tapın. Yəni, bizdən bu hissəni yox, rənglənmiş hissənin kvadratını soruşur. Biz bunu nə edirik? Əslində, 1 olaraq qəbul edirəm. Yəni, xananın bir dənəsini 1 olaraq qəbul edirəm. Bu bir üçbucaqdır. Üçbucağın necə tapırıq sahəsini? S bərabərdir AH. S bərabərdir, S üçbucaq bərabərdir 2-də 1 AH-a. 2-də 1 AH. Deməli, mən bunun A-sını bilirəm. Yəni, baxın, buradan 1, 2, 3, 3-dür bunu. 3 bu hissəsidir, aşağı hissəsidir. Gəlin, buradan bura neçə edir? Yəni, H hündürlüyünü tapaq. Hündürlüyünü də tapsaq neçə edir? 1, 2, 3, 4, 5, 6, 7. 7 də bunun hündürlüyüdür. 3-ü 7-yə vurub böləcəm 2-yə. Mənə nə qədər verir? 21. 2-yə də bölsəm 10.5. Baxın, bunun sahəsi 10.5-dir. Gəlirim, bunu hesablayıram. Bunun 1, 2. 2 bu hissəsi, aşağı hissəsidir. Hündürlüyü 3 dənə damadırsa 3 qəbul edirəm. 2-ni vururam 3-ə, onu da vururam 2-yə. 2-lər ixtisar gedir, qalır elə 3. Bu oldu təzədən 3. Mən hardan yazdım? Buradan yazdım 3, tamam. Buradan baxaq, eyni qayda. Bu 1, 2, 3 aşağısıdır. Buradan sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 xanaları sayıram. 9 elədi. Düz saydım. Bir də sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bəli. 9-u vururam 3-ə 27. Bölürəm 2-yə. 2-də 1 olduğuna görə. Bu da mənə verir 13.5-i. 13.5.
Bu isə düzbucaqlı üçbucaqdır. Düzbucaqla üçbucağı 2də 1 AB-dir. A tərəfi 2-dir, B tərəfinə baxaq. 10 dənədir də. 10 dənə, bura 10-dur. İxtisar getsə 2də 1 vurulsun, 2 vurulsun 10. 2-lərin ixtisar gedər, qalar burada 10. İndi gəlin bunları toplayaq. 7 ilə 3, 10. Yox, bunu 3 yazdım, düzdür buradır. 7 ilə 3, 10. 10 da bu 20. 13.5-də. Mən nəsə hesaplamışam. Bu 10 deyil, 10.5-dir. Bağışlayın, bu mən hündürlüyünü yazmışam. Bunun sahəsi 10.5 idi. Tamam, bunları belə hesablayaq. 10.5 plus 13.5 plus 10 plus 3. Bu da bizə verir 37-ni. Bu da eyni qayda. Buradan bəziləri hissələrini çıxarsınız. Məsəl üçün, burada ağları hesablamağınız sizin üçün daha avantajlı olar. Çünki, məsəl üçün, bu trapesiya kimi ayırsaz da bunun uzunluğunun nə qədər olduğunu, həmçinin bunun uzunluğunun nə qədər olduğunu bilmiriksə, rənglənmiş hissəni axtarırıq. Yəni, biz ağ hissəni tapıb ümumilikdə, ümumi nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 də bura olmalıdır. 1, 2, 3, 4, 7-dir. 8-in 7-yə 1 düzbucaqlıdır. Bu nə deməkdir? Böyük kvadratın, bu ağın ölçüsü 56-dır. 56 A kvadrat kimi götürürük. S ümumi yazın buradan. Bu bizə verir 56 A kvadratı qəbul edirəm. Bir tərəfi A olduğuna görə, bir damam A olduğuna görə. Yəni, indi mən bunlardan 56-dan çıxacağam. Ümumi bunları ağ hissələrimi. Ağ hissələrimi də təbii ki də bəzi fiqurlara ayıraraq. Məsəl üçün, bu hissə nədir? Düzbucaqlı üçbucaqdır. Bu tərəfi 3-dür, bu tərəfi 4-dür. 2-də 1 vurulsun, 4 vurulsun 2 şəklində yazıram. Yazaq, yuxarıdan yazım. Hərəsini bir yerdən yazaq, axırdan toplayarıq. Deməli, mən buradan bu hissəsinin 3-ü 4-ə vursam 12, bölsəm 2, 6. Əslində şifayı biraz yaza bilərdik. Bura 6. Sahələrin mavi ilə yazıram ki, sonra qatmayaq. Buranı 6 qəbul elədik. Sonra A kvadrat. Məsəl üçün, bunu necə ayırıram? Baxın, bunu bir belə ayırıram. Yəni, bu balaca üçbucağı hesablayacağım sahəsini. Çünki bu hissəni necə hesablaya bilərəm ki? Bir buranı hesablayacağım. Baxın, bu üçbucağı. Bir də burada düzbucaqlım var. Düzbucaqlıdır, bəli. 3-ün 4-ə düzbucaqlıdır. 3 dəfə 4-ün bu bizə verir 12-ni. Buraya edir 12 A kvadrat. Sonra yenə bu üçbucaqları hesablayaq. Üçbucağın baxın, burada eni 1-dir, uzunluğu burada bir tərəfi neçədir? 4-dür. 1-i 4-ə vurub bölürəm 2-yə. Bu da bizə verir 2-ni. 2 buradır. Çünki düsturumuz nə idi? 2-də 1 AB. AB-yə vururam, onu da bölürəm 2-yə. Bu 2A kvadrat. Gəlirəm bura. Bir tərəfi 1-dir, bir tərəfi 3-dür. 1-i 3-ə vururam, sonra bölürəm 2-yə. Bu da mənə verir 1.5-i. A kvadrat. 1.5. Aha, sonra devam edirəm. Baxın, bunu eyni qayda 1-in 3-ədir, düzdürmü? 1-in 3-ə. 1-in 3-ə eyni qaydadırsa 1.5-dir. 1.5 buranı qəbul edeyim. 1.5. Buranın özünü düzbucaqlı kimi ayırıram. 3-ün 3-ə kvadratda daha doğrusu nə olur? 3-ü 3-ə 9 eləyir. Burada yazaq 9. A kvadrat. Deməli, buranı necə götürək? Buranı belə ayıraq. Baxışlayım yenə. Deməli, buranı belə götürsək. Bir tərəfi 2, bir tərəfi 1. 2-ni 1-ə vursam 2, 1-ə də bölsəm elə 1, 2-yə də bölsəm 1 eləyər. Bura 1 oldu, 1 A kvadrat. Bu hissəyə baxaq. Baxın, bunu ayrı hesablayaq, düzbucaqlı. Saysam elə 4. Tamam, bunu 4 götürək. 4 A kvadrat. Bir də bu balaca üçbucağı hesablayaq. 2-nin 3-ə 1 üçbucaqdır. 2-nin 3-ə ilə 1 üçbucaq hesablamışıq. Amma yeni də baxaq. 2-ni 3-ə vursam 6, bölsəm 2-yə 3 hesablamaymışıq. 3 A kvadrat. Yəni bunların hamısını 56-dan çıxırıq. 56 A kvadrat minus 2, 6 bu 8, 12 bu 20. Baxın 1.5, 1.5, 3 edir. 23, 26, 4 də bu 30, 1 də bu 31, 9 da bu 40. 40, 40. A kvadrat.
bərabərdir. Bu da 16a kvadratına, yəni A variantına uyğun gəlir. 18 doğdu. Sadəcə ağ hissələri biraz daha çoxdur. Sonra burada məsəl üçün boz hissələri hesablamalıdır. Sizin üçün daha yaxşı olar. Burada romb var. Romb görürəm. Gəlin bir romba da baxaq. Rombun da özünün düsturu var. Ya da bunu ayıra bilərsiniz. 2 dənə 3 bucaq şəklində. 2 3 bucağa ayırıb elə də hesablaya bilərsiniz. Rombun diagonalları ilə hesablayırıq. 2/1 D1 D2 kimi. Yaxşı, gəlin belə hesablayaq. Həm də siz rombun sahəsini görmüş olun. Bu nə deməkdir? S bərabərdir EFCH. Yəni EFCH bu bizə rombun sahəsini deyir ki, üçbucağın BCF rombun sahəsini üçbucağın sahəsinə bölməyimizi istəyir. Rombun sahəsini tapsaq əvvəlcə, rombun sahəsi romb, bir dənə romb çəkim. Bu bərabərdir 2/1 D1 D2. D1 nədir? D2 nədir? Bunun diagonallarıdır. Yəni baxın bu hissələridir. Əgər sizə burada 2 vermirsə, birinci 1 ilə işləyəcəksiniz. Ondasa nə edir? Bunun diagonalları bir tərəfi 4, digər tərəfi də 4 elədi. Yəni damanın birini 4 qəbul edirəm. Bərabərdir 2/1 vurulsun, 4 vurulsun 4-ə. Bu da bizə verəcək 8-i. 16, 2-yə bölsəm 8. Bu oldu 8. 8-i bölürük, görək nəyə? Üçbucağın sahəsinə. Üçbucağın sahəsi 2/1 AH kimi qəbul edəcəyik bunu. Bərabərdir. Ayımız olur 1, 2, 3, 4, 4. Baxın, bu yenə hündürlüyü nə qədər olur? Hündürlüyü olur yenə 4. 4. Yaxşı, yenə eyni qayda 2/1-i vururam 4-ə, onu da vururam 4-ə. Bu da mənə verir. Yenə 8, 8-i 8-ə bölürəm. Bu da mənə 1 rəqəmini verir. Sonra burada eyni qayda sizə veribdir. 8A veribdir ümumilikdəmi? Yox, bir hissəsini, bir tərəfini. Bura 8Adırsa, biraz böyüdür. Bura 8Adısa, burada 8Adır. Yəni, bir dənəsini tapıb vuracaqsınız 4-ə. 8, 8-i vuranda 64, bölsəm 2-yə 32. 2/1 AB ilə hesabladıq. 32-dir. 4-ə də vururamsa, mənə 128 verməlidir. O da B variantına uyğun gəlir. Sonra buradan baxa bilərik nəyə? Biraz da dairələrə baxaq. Məsəl üçün 26-cı suala baxa bilərik ki, dairənin sahəsini necə hesablayırıq? Əvvəlcə dairənin sahəsini deyim ki, dairənin bir sahəsi var, bir də uzunluğu var. Yəni, bizdən perimetrin uzunluğunu soruşanda biz baxacaq da suala görə işləyirik. Buradan sahəsini soruşur qara hissələrin bizdən. İndi deyəsiniz ki, burada dairə yoxdur. Əslində bu bir dairədir. Sadəcə dairənin 4/1 hissəsidir. Elə fikirləşin ki, bu buradan yenə mən çox yaxşı çəkəcəyəm. Bu belə bir dairə olur. Bu dairənin 4/1 hissəsidir. Yəni mən sahəsini tapıb 4-ə böləcəyəm, bunu tapacağam. Deməli, nədir sahəsi? S bərabərdir pi r kvadratına. Bəs uzunluğu isə L bərabərdir 2 pi r-ə. Onu indi 27-ci sualda baxarıq. Yox, orada da elə bilirəm ki, sahəsini soruşur. Baxaq, sahəsi dedik pi r kvadratıdır. Mənə pi-yi 3 veribdir. R-də radiusdur. Bunun radiusu neçədir? Bunun radiusu baxın 1, 2 qəbul edirəm. Bunun radiusunu 2 qəbul edirəmsə, yazıram ki, pi-yim 3-dür. R 2-dir. Kvadratı 4-dür. Bunu nə edir əslində? Niyə belə yazdım? Bu edir əslində 12. Dairənin bu dairə formasında olsaydı 12 idi. İndi bu dairənin 4/1 hissəsidir. Yəni 4-ə bölsəm bu eləyəcək 3. Bunun sahəsi 3-dür. Belə başa düşün. İndi nə edirik? İndi gələk məsəl üçün bunları hesablayaq. Bu əgər 1-dirsə, məsəl üçün buradan bağışlayın 2 verib bizə. Tamamilə səhv hesabladıq. Gözləyin, bu hissəni silim, təmizləyim. 2 olduğunu görmədim. Bizə 2 veribdir. 2 veribdir. Yəni 2, 4. Bu hissəsi 4-dür. Ya da bu hissəsi fərqi yoxdur. Radiusu buradır. 4-dür, pi-yim 3-dür. Pi 3-dür, R 4-dür. Kvadratı 16. 16 bu edir 48. Bu 48-dirsə 4/1 hissəsi nə olacaq? 4-ə bölsəm 12. Yəni bura elə 12-nin özüdür. Bura 2-dir. Yarıdan bölündü deyə bu qara hissə 1-dir. Bura 1-dirsə, bura ümumiyyətlə 2-dir. 2-ni 1-ə vursam bura onsuz 2-dir. Sonra gəlirəm bura. Bu ikisi eynidir. Mən yenə bunun radiusun, yəni sahəni tapıb qoyuram yerinə pi r kvadratı idi. Bunun r-i 2-dir, pi-yi 3-dür. 3 vurulsun 2. Bu bizə verir
Bağışlayın, 2 yox. Axı r-im 2-dir, r kvadratıdır. Yəni 4 bizə verir 12-ni. 12. Yəni 4də 1 hissəsi, 12-nin 4də 1 hissəsi 4-ə bölürəm 3-dür. Bura 3-dür, demək onda burada 3-dür. Yaxşı, bu ikisini də yazdıq. Eyni qayda gələk. Bu 3 dənə eyni şeydir. Bura 2-dirsə, burada 2-dir. 2-nin 2-yə nə edir? 4 bölsəm 2-yə, burada 2-dir, burada 2-dir, elə burada 2-dir. Gələk bir də bunların bir dənəsini tapaq, vuraq 2-yə. Bunun bir dənəsini necə tapım? Bu, baxın, bunun yarısıdır. Yəni, burada 1-dir, elə burada 1-dir. 1-i 1-ə vursan, elə 1, bölsən 2-yə 0,5. Bu 0,5, bu da 0,5. Bu bizə ümumilikdə verir 1-i. Bu ikisi bir yerdə 1-dir. 1. İndi gəlin baxaq. 12, 2 də bu 14, 3 də bu 17, 3 də bu 20, 2, 2, 2, 6 da bu bizə verir 26, bir də bu 27. Bizə A variantını vermiş olacaqdır. Sonra keçirik, buradan keçid eləyək. 28-ci sualı baxaq, görək bizdə buradan nə soruşur? Deməli, 28-ci sualın izahına baxaq. Bizə yeni dairənin sahəsini soruşur, bu hissəni təmizləyim. Bizdən yenə soruşur ştrixlənmiş hissənin sahəsini və deyir ki, ən kiçik dairənin radiusu 1 sm-dir. Ümumilikdə dedik ki, dairənin sahəsi nədir? S bərabərdir pi r kvadrat, düzdürmü? Gəlin başdan baxaq, hər birinin sahəsini hesablamalıyıq. Çünki bizə burada ehtiyac olacaq. Baxıram ki, bu balacanın radiusu deyir ki, buradan bura baxın, radiusu buradan buradır, 1-dir. Bunun indi sahəsi nə qədər olur? Bunun sahəsini kənardan yazım. Pi r kvadratı, düzdürmü? Bu s bərabərdir burada. Pi'm 3'dür, r'im də 1. Kvadratda elə 1, yəni 3-ə bərabərdir. 3'ü 1-ə vursam 3-ə bərabərdir. Bu balacanın sahəsi 3-ə bərabərdir. Yəni indi bu balaca ştrixlənmişin sahəsini tapaq. Bunu silim mən. Çox getdim. Bağışlayın. Balacanı bildik ki 3'dür. İndi baxın. Buradan bura əgər 1-dirsə, buradan bura da 1-dir. Yəni bu balaca ştrixlənmişin sahəsi 2-yə bərabərdir. Ştrixlənmişin sahəsini tapsam, yazıram buradan s bərabərdir. Bunun radiusu 2-dir. 2-nin kvadratı 4 verir. Pi'm də 3-ə bərabərdir. Bu da bizə verir 12-ni. 12-dir, bunu tapmış olduq. Gəlin indi bu ağı tapaq. Ağı necə tapıram? Əgər buradan bura 2 idisə, buradan da bura 2-dir. Yəni ümumilikdə bu ağın radiusu 4-ə bərabərdir. Ağın sahəsində radius 4-dürsə, 4-ün kvadratı 16 və pi'miz 3-dürsə, bu edir 48. İndi sonra nəyə baxaq? Baxırıq buradan hansı hissəyə? Bu böyük ştrixlənmişə. Əvvəlcə radiusuna baxaq. Buradan bura 4 idisə, buradan burada 4-dür və ümumilikdə 8 edir. Baxın, bu böyük ştrixlənmişin sahəsində radius 8-dir. 8-in kvadratı edir 64. Pi'm də 3-dürsə, bu bizə verir 192-ni. Gəlin də hamısını tapdıq. Ştrixlənmişi bunlardan necə ayırarıq? Böyük ştrixlənmişin sahəsi 192-dir, düzdürmü? Buradan bu hissəni çıxmalıyıq biz. Baxın, bu hissəni. Ümumilikdə buranın hamısını çıxmalıyıq. Buranı çıxmalıyamsa, yəni bu 48-i, ağı çıxmalıyam buradan, düzdürmü? 48-i çıxmalıyam. S ştrixlənmiş yazıram. Bərabərdir. 192-dən çıxıram buradakı 48-i. Bir də ki, bu ştrixlənmişi tapmalıyam. Plus, bu ştrixlənmiş oldu neçə? 12. 12-dən çıxıram. Baxın, bu içərisindəki ağ dairəni ki, mənim bu içəridəki ştrixlənmiş hissəm qalsın. Çıxıram buradan 3-ünü. Bərabərdir. 192-dən 48-ni çıxsam, edər 144. Plus, 12-dən 3-ün çıxsam 9 verər. Bu da bizə verəcək 153-ü. Cavabımız Y variantına uyğun gəlir. 153. Sonra davam edək. Fərqli bir suala baxaq. Həmişə eyni düsturlarla istifadə edirik və eyni düsturlardan istifadə edərək tapırıq hamısını. Sadəcə bizdən nəyi soruşduğunu və necə müəyyənləşdirəcəyimizi tapmaq lazımdır. Baxın, indi bizə deyir ki, ABCD kvadratının, bu kvadratın təpələri mərkəzi O nöqtəsi. Təpələri mərkəzi O nöqtəsidir buradır. Yəni, radiusu 12 sm olan dairənin üzərindədir. Baxın, deməli, buradan bura
dairənin radiusudur. Böyük dairə var. Bunun burası 12-yə bərabərdir. Həm də bunun üçbucağın bir tərəfi olur. Əslində biz burada üçbucağı tapıb çıxa bilərik. Rənglənmiş hissənin sahəsini tapın. İndi baxın, əgər ora 12-dirsə, burada 12-dir. Bir də nəyi bilməliyik burada? Baxın, belə bir şey çəksəm mən belə. Burada 3 dənə, hətta elə bil ki, kvadrata bölürəm 4 dənə üçbucağa, düzdürmü? Mən burada, bura nə yazmışam? 12 yazmışam. Mən burada bu balaca bir dənə ağ üçbucağı tapsam, digərlərini tapdığım qiyməti vuracam 3-ə. Sadəcə bu qədər. Ki 3 dənədir bundan. Ağ hissənin indi sahəsini necə taparam? Bu buradan düzbucaqlıdır, düzdürmü? Düzbucaqlı üçbucağın sahəsi nə idi? S düzbucaqlı üçbucaq bərabərdir. A vurulsun B bölünsün 2. Yəni 2 də 1 AB eyni şeydir. İndi buna baxaq. Bu bərabərdir. A-yım da B-yim də 12-dir. 12 vur 12 bölünsün 2. Bu da bizə verir 72-ni. 72. Əgər bir dənə bunun 72-dirsə, bu da 72-dir. Elə bu da 72-dir. Bunun da özü də 72-dir. Bizdən rənglənmiş hissəni soruşur. 3-ü 72-yə vursaq 216 edər. Davam edirik. Məsəl üçün, fərqli bir suala baxaq. Burada yenə dediyim kimi bir dənəsini tapacaqsınız. Sonra indi burada biraz düzdür, mürəkkəb qarışıbdır. Bir dənəsini tapıb, kvadratın bir dənəsini tapıb sayına görə vura bilərsiniz və yaxud da hissələrə ayırıb elə baxa bilərsiniz. Yəni, baxaq 35-ci suala, 35 daha biraz çətin görünür ki, bunu necə həll edərik. Yenə dediyim qayda, istər qaranı tapırsınız, istərsiz də ağ hissəni tapıb ümumidən ağı çıxıb qaranı müəyyənləşdirə bilərsiniz. Burada yenə mən ağı tapacağım, çünki ağı tapmaq daha asandır burada. Baxın, deməli, bunun bir tərəfini verib 1, damanın birini 1 veribdirsə, böyük, ümuminin sahəsi neçədir? Baxaq, S ümumi. Bu kvadratdır, yoxsa düzbucaqlıdır? Sayaq bir dənə. 1, 2, 3. Bir dənə baxaq, buradan 3 olur, bəli. 1, 2, 3, bura qədər gəlib. 3, 4, 5, 6, 7, 8, 9, 10. Burası 10'dur. Burada baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yenə 10'dur. Yəni, hər iki tərəfi də 10'dursa, demək ki, bu kvadratdır. Onun kvadratı olaraq. Kvadratın sahəsi nə idi? A kvadrat. O da bərabərdir 10'un kvadratı, o da bərabərdir 100'ə. İndi mən ağ hissələri tapacağım. Ağ hissələrin hamısı elə bilirəm ki, bir-birinə bərabərdir. Bir dənəsini tapaq, qalanları asanlaşacaq. Yəni 4'ə vurub hamısına yazacağıq. Sonra 100'dən həmin ağ hissələri çıxdıqda qara hissələri tapmış olacağıq. Bəs bu nədir? Bu bir dənə üçbucaqlıdır, düzdürmü? Üçbucağın hündürlüyü və əgər düzbucaqlı üçbucaq deyilsə, hündürlüyü və oturacağı ilə tapırıq. AH bölünsün 2, düzdürmü? S üçbucaq yazım. Ağ hissə yazsam daha düzgün olar. S ağ hissə bərabərdir. Baxın, bir dənəsi nəyə bərabərdir? H buradan 1, 2, 3, 4, 5. H-ımız 5'ə bərabərdir. Necə yazım? Belə yazaq, fərqi yoxdur. H-ımız 5'ə bərabərdir. Niyə aşağıdakını tapmadıq? Mən də bilmirəm. 1, 2, 3, 4. Bu da 4'dür. Deməli, hündürlüyü 5'dir. Burada tərəfi də 4'dür. S üçbucaq bərabərdir. 5 vurulsun 4 bölünsün 2. AH bölünsün 2. Bu da bizə verər 10'u. Əgər bir dənəsi 10'dursa, elə 4'ü də 10'dur. Elə burada 10'dur. Yəni 4'ü bir yerdə 40 edir, düzdürmü? İndi mən qara hissənin sahəsi neçədir? 100'dən də bu 40'a çıxıb 60'ı ala bilərəm. S qara bərabərdir 100 minus 40. Bu da bizə 60'ı vermiş olur. Sonra devam edək. Baxın, eyni qayda 36'nı da elə yazacaqsınız. Yəni orada eyni qayda ilə gedir. Sonra məsəl üçün neçəyə baxaq buradan? Fərqli görünən bu 40'a, 41'ə, bu kimi suallara baxaq. Əslində məsəl üçün 39-cu sualı deyəcəksiniz ki, bunları necə tapırıq? Əslində asandır. Dediyim kimi sizə bir tərəfini verməyibsə, bilin ki, bu nədir? 1'dir. Yəni damanın biri, uzunluğu eni 1'dir. Burada nələrdən ibarətdir? Belə fikirləşin. Bu tamdır. Bunun burası da 1'dir, burası da 1'dir. A kvadrat, düzdürmü? Bunun özü 1'ə bərabərdir. İndi hər tərəfə 1 yazmışam, biriniz qarışacaq. Bunun sahəsi 1'dirsə, bu da bunun yarısıdırsa, bu da 0.5'dir. Düzdürmü? İndi mən sayacağım bu tam olanları 1'ə vuracağım. Yarım olanları 0.5'ə vuracağım saylarını. İndi S qara yazıram buradan. Qara hissələrin sahəsini hesablayırıq. Baxın, bunlar neçədə nədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, bu da 25. Bu belədir, baxın. 25.
25 də nə oldu, düzdürmü? 25. 25-i vuracağım 1-ə. Bu ilə 25-in özü eləyir. Plus. İndi neçə dənə 0.5 var, onlara baxaq. Bunu da fərqli rənglə göstərim ki, qarışdırmayaq. 1 bu. 2, 3. Burada yoxdur. 4, 5, 6, 7, 8, 9. Yox, bağışlayın. 8, 8, 9, 10, 10. Burada bu var. 11, 12, 13, 14, 15. Bu da 16. 16 tane de budur. 16 da 0.5'e vursam yarısı da elə bir 2 də 1'ə vururam. O da yarısı 8 eləyir. Bu da bizə verir neçəni? 33'ü. Digərlərini də eyni qayda tapacaqsınız. Burada məsəl üçün bir dənə də bunlardan baxaq. Baxaq 41'ə. 41'də ağ hissəni tapmaq mənim işimə daha çox yarayar. Ağlar daha azdır. Yuxarıda qaranı tapacaqsınız. Deməli, burada ağ hissəni necə taparam? Məsəl üçün başlayaq buradan. Elə biləcək, belə fikirləşin də. Bu ağ hissəni necə taparam? Bu ağın özü bir dənə üç bucaqdır. Mən bunun üç bucağı tapacağım. Sonra bu üç bucağın qara üç bucağı tapacağım. Ağ üç bucaqdan qara üç bucağı çıxanda bu ağ hissə verəcək. Bu qara hissə ağın da içindədir deyə onun bir sahəsinin bir hissəsini tutun. Ona görə qaranı tapmaq məcburiyyətindəyik. Həmçinin ağı. Ağ üç bucağın sahəsi neçədir ümumilikdə burada? Bura 1, 2, 3, 4. A deyir onsuz, yəni 1 kimi götürür. Bura 4'dür. 1, 2, 3, 4. 4 də budur. Bunun da hündürlüyü 4'dür. Bunun nə oldu? Deməli, AH bölünsün 2. 4'ü 4'ə vurdursaq 16 bölünsün 2, 8. Bu ağ üçbucaq elədi 8. İndi qara üçbucağı tapıram. Sonra bu 8-dən həminçini çıxırıq və buranın sahəsini tapmış oluruq. Bu hissəni tapım. 2 2-yə də əslində belə baxanda 2 bura, 2 də bura. 2 2-yə 4, bölsəm 2-yə 2. Yaxşı. Bura 8, bura 2 çıxsam, baxın bura oldu 6. Bura elədi 6. Qaranı tapırıq, düzdürmü? Bunu axırda ümumiyi taparıq. Ya da qoyun tapım. S ümumi bərabərdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Onun 10'adı yenə, yəni onun kvadratı kimi götürəcəyim. Bu da mənə verəcək 100'ü. Yaxşı, bu oldu 100. 100'dən çıxacağım axırda ağları ki, qaraları tapmış olam. İndi gəlin nə edirik? Bu balacaları tapaq ağları, sonra bu dairəni taparıq. Bunun bu tərəfi 4'dür, bu tərəfdə 4'dür. AB bölünsün 2. 4 4'ə 16, 2'də bölsün 8. Bura oldu 8. 8 bura, 6 bura. Sonra devam eləyək. Bunun baxın bir tərəfi 2'dir, bir tərəfi 1'dir. 2'yi 1'ə vurub böləcəm 2'yə. 1 bura eləyir, 1 də bura. Sonra gəldik indi bu dairəyə. Dairəyə gəldikdə yenə burada necə eləmişsə, burada da elə eləyəcəkdik. Baxın, böyük bu ağın, bunu görməndə elə bir fikirləşin ki, bu yarısıdır da, bir dənə dairənin yarısıdır. Burada ağ kimi fikirləşsəz elədir. İndi mən nə edəcəm? Bunun radiusu neçədir? 1, 2, 3, 4. Radiusu 4. R bərabər 4. R 4'dürsə, mənim sahəm, dairənin sahəsi nədir? Pi R kvadratdır, düzdürmü? Pi R kvadrat bərabərdir. R'im oldu 4 kvadratı 16, pi'im də 3'dür onsuz. Bu eləyir 48. Amma bunun yarısı da axı. Çünki dairənin yarısıdırsa bu 48 yox, 24 olmalıdır. Bu dairənin yarısının, yəni ağın sahəsi 24'dür. Bu 24 qalsın. İndi 24'dən bu qaranın sahəsini tapacağıq və çıxacağıq. Onda ağ hissəni almış olacaq. Bu qaranın radiusu 2'dir. 1, 2. 2'dirsə kvadratı 4. Vuracağım 3'ə 12. 12'ni də yenə bu dairənin yarısıdır deyə yarısını götürəcəm. Yəni 6 götürəcəm. Baxın, bura 24 idi. 6'sını da çıxsam 18. Yəni bu hissənin, ağ hissənin sahəsi bizə verir 18'i. Yaxşı, 8, 18 yazıram ki, S qara bərabərdir. S ümumidən S ağların sahəsini çıxacağım. Yəni ağları. Deməli, burada oldu nə? 100'dən çıxıram. 6 bura. Plus 8 ora. 18 bura. 2 də bura. Bərabərdir. 100 minus. Bu bizə verir 20, 28, 34. 34'ünü də çıxsam neçə eləyər? 66'ya bərabərdir. Yəni eyni qayda ilə hesablayırsınız.
Bizdən indi gəldik bu 43-51 saylı suallarda fiqurların perimetrlərini tapın deyir. Biraz da bunlardan baxaq. 43-də deməli necə yazarıq? Bizim deyir perimetr. Perimetr nəyi istəyir? Baxın, sahə dedikdə bunun içərisini soruşur, düzdürmü? Bunu bir dənəsini tapırıq. Başlayırıq bunu nə etməyə? Vurmağa buradakıların sayını. Bəs burada nə edirik? Burada isə məsəl üçün bunun perimetri neçədir? Perimetri baxın belədir. Bunun perimetrini başlayırsınız tapmağa. Yəni bunun bir tərəfi A-dır, sayırsınız. Baxın, sayıram elə ki. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20. 20A. Bunun perimetri 20A'dır. Elə bilirsiniz necə? Bunun kənarların, qogulunu istəyir. İçərisini istəmir. Kənarlarını istəyir. Kənarlar neçə aya bərabərdir, siz onu tapacaqsınız. Bəs belə olanda nə edəcəyik? Belə olanda da bunu yenə hissələrə ayırırsınız. Məsəl üçün, bunun bu hissəsini 13 verib, düzdürmü? Bu hissəsi neçədir? Bu hissəsini gəlin yavaş-yavaş tapmağa çalışaq. Baxın, bunu elə bir ki, bir dənə düzbucaqlıya ayırasınız. Düzbucaqlının perimetri, bax bu dairə kvadrat idi. Kvadratın bir hissəsi, bir dənəsi olur kvadratda 4A, yəni 4 tərəfi. Amma düzbucaqda necə olur? Perimetri düzbucaqlının bərabər olur 2 vurulsun A plus B. Yəni iki tərəfini toplayıb 2-yə vuracaq. Mən bir tərəfini bilirəm ki 13-dür. Bu aşağısı da bir-birinə bərabərdir. İndi bu hissəsini tapmalıyam ki, yox, əslində bunun sahəsini lazım olmayacaq. Belə tapaq. Yaxşı, gəlin bunun kənarlarını tapaq. Perimetr bu düzdür əslində. Bunu silməyə gərək yoxdur. Sadəcə bu içini tapmağa gərək olmayacaq. Yəni bu hissəsini ayrı tapmağa gərək olmayacaq. Baxın necə? Baxaq yenə də. İndi belə fikirləşsək ki, bura neçədir, bura neçədir? Ayrı-ayrı fikirləşsək 2 bura, 4 bura. Yəqin ki 4 də buranı verir. Bir-biri ilə eyni oxşarlığa, yəni eyni uzunluğa təxmini bərabərsə eyni götürəcəksiniz. Elə buranın özü də 2-dir. 2K. Buranın özü 4K'dır. Baxın indi. Bura 3'dür. Buradan bura 2'dir. Düzüm. Buradan bura 2'dir. Buradan burada 3. Demək bura 5'dir. 5K. İndi bura baxın. Buradan bura 8'dir. Ümumilikdə 8 veribdir. Buradan bura 2'dirsə, baxın, buranın fikirləşin, bunun 6 hissəsi yoxdur. 2'dir. Onda bura 6'dır. 6K'ya bərabərdir. Yəni başlayaq hesablamağa. Hansı hissəmiz qaldı? Burada 2K'dır. Bura qapda 1. 2, 4, 6 elədi. 4 də bu 8 elədi. 2 də bu 10 elədi. Nə səhv hesablamıram ki? 8, 10, 12. Bura nə qalır? Hə də bura 11 qalır. 1 qalır ki 13 eləsin. Yəni ümumi uzunluğuna bərabər olsun. İndi baxaq. 13K, 13 plus bura oldu 6 plus 2 plus 3 plus 4 plus 5. Uzunluğunu hesablayıram. Plus 4 plus baxın buradan bura 2, 2, 2. Yəni 6 plus 1 plus 8 və son. Bərabərdir. Yəni bunu hesablayaq. Bu bizə verir deməli 15, 25, 35, 35, 40, 43, 10 da bu 43 kimi 52. Yox 9 da bu 52. Bizə verəcək 52K'nı. Sonra yenə eyni qayda 45'i də eyni yazacaqsınız. Bir dənə də dairə kimi olandan baxaq. Məsəl üçün buna baxaq. Burada dairənin uzunluğunu nə demişdik? L bərabərdir 2πr. Bu uzunluğudur. Yəni baxın, bilirsiniz necə? Bu xəttin uzunluğudur. Baxın belə. Mənim indi rəssamlığım çox yaxşı olduğu üçün. Buradan bura olur 2πr. Mən bunun əvvəlcə tapmalıyam heç olmasa yenə radiusunu. Radiusu baxın buradan buradır. Buradan bura bunun radiusu olacaq. 3 buradırsa, bax hamısına eyni xətt qoyub ki, 3 də buradır. 3 də buradır, 3 də buradır. İndi bunun uzunluğu nəyə bərabərdir? 3 buradan, 3 də buradan. Yəni bunun uzunluğu 6'ya bərabərdir. Eyni bunun, yəni sadəcə eri 6'ya bərabərdir. Qoysam yerinə. Bu tam bir, bunun yarısını tapacaq da. Bu tam bir dairənin uzunluğudur. Mənə bunun yarısı lazımdır. Əslində πr ilə. Yarısı lazımsa 2'yə bölməyəcəyəm. Elə ki, L bərabərdir πr tapacağım. Bunun yarısını
belə tapırıq. L yarı yazıram burada. Pi r kimi. Burada nətər r idi? Bərabərdir. R 6'dır. Pi də 3'dür. Bunun uzunluğu buradan bura oldu 18. 18. Sonra gəlin bunları tapaq. 18 plus 3, 6, 9, 12, 15, 18, 21, 24. 24 bu. Plus. Bir de aşağıda buradan bura varaq. Buradan bura yuxarıdakından nəzərə nesnə 3'ə bərabərdir. 1, 2, 3, bir de 4. 4 tane. Yəni 12'ye bərabərdir. Buradan bura 12'ye bərabərdir. 12'ye bərabərsə 12'də bunu gəlir üstünə. Bu elədir 30, bu da 54. Cavabımız C variantına uyğun gəlir. Sonra eyni qayda burada 48 yazırsınız. Eyni qayda 49 yazırsınız. Yine dairənin bir sahəsi ilə məsəl üçün burada dairənin 4də 1-dir, düzdürmü? Buradan eğri tapırsınız, sonra uzunluğunun 4də 1'in. Yəni tapırsınız 2 pi eri bölürsünüz 4'ə. Məsəl üçün burada yenə sayacaqsınız, fərqli bir şey yoxdur. 52-54'də nə deyir? 52-54 sayılı suallarda figurlardan hansının perimetri daha böyükdür? Hansının uzunluğu? Burada perimetri böyük olan D variantı olacaq. Nəyə görə? Çünki perimetri nə dedik? Köşələrini, düzdürmü? İstəyirsə bir-bir sayarsınız. Necə? Və deyim ki, bu köşələrin sayını 1 ilə götürün. Heç fərq yoxdur. 1. Gözləyin, gələmim. Aha, bu 1, 2, 3, 4. İçərisindən işiniz yoxdur. 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18. Gəldim bura. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. Bunu 22 qəbul edirəm. Gəldim bura. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 18 de budur. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. D variantına baxın indi. Gözləyim yenə. D variantında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. Düzdürmü? Bunu qəbul edirik. Amma bunu belə hesablamağınıza gerek yoxdur. Çünki kənardan da baxan görürəm ki, bunun kənarları daha çoxdur. Eyni buradakı kimi. Bunun kənarları, yəni içəri düşən tərəfləri daha azdır. Bundanki daha çoxdur. Ona görə C variantı bunu qəbul edirsiniz. 54'də eyni qayda. Burada Y-də daha çox görünür. 55'də eyni bayaq kimi bizə nə deyir? Aşağıdakı fiqurun sahəsi perimetrindən nə qədər çoxdur? Hə, bu 55-ci axırıncı sualdır. Gəlin baxaq. Deyir ki, fiqurun sahəsi perimetrindən nə qədər çoxdur? Həm sahəsini soruşur, həm perimetrin. Deməli, gəlin sahəsini tapaq əvvəlcə. Sahəsini necə tapacaq? Bura 6'dır, bura 4'dür. Onda burada 6'dır, bu hissədə 4'dür. Bura 2, 2 düşür ondasa, düzdürmü? Yarısı kimi götürsək. Birinci sahəsini tapaq. Sahəsi. Fiqurun birinci kvadratla dairənin yarısını toplayaq. Sahəsini deyək ki, neçədir? Kvadratın sahəsi neçədir? Bu kvadrat deyil təkcə. Düz bucaqlıdır. 6 da 4'ün 24. Bu elədir 24 sahəsi. Bunun sahəsi neçədir? Pi r kvadratdırsa, r-i 2'dir. Pi onsuz 3 verir bizə həmişə. Əslində bu bölədim 2'yə, çünki dairənin yarısıdır. Yaxşı, buradan pi'yi 3 götürsəm. R-im 2'dir, yəni kvadratı 4. 12 yarısı 6. Yaxşı, bunun sahəsi 6. 6 ilə 24. Sahəsi oldu 30. S bərabərdir 30. İndi gəlin baxaq nəyə? Perimetrinə. Bu hissələrin silim, perimetrinə baxaq. Perimetrində necə tapırdıq? Baxın, 6, 4, 6. Bunun, yəni belə deyim də, uzunluğunu tapasınız. Buradan artıq 4'ü götürməyəcəksiniz. Çünki bu içərisinə daxil olur. İçərisi lazım deyil bizə perimetrində. Bu oldu 6, 4, 6. Bu elədi 16. Bu hissəsi 16. Bu, buradan bura neçədir? 16 plus P bərabərdir. Hardan yazım? P bərabərdir 16 plus. Yəni buradan bunu tapaq.
Buradan bura neçə olacaq? Buradan bura. R bərabərdir 2 pi r, düzdürmü? 2 pi r. Əslində yenə yarısıdır. Yenə 2 pi r yox, pi r götürəcəyim. Pi 3'dür. Pi r. R'im də dedi 2'dir. Pi r, yəni 2'ni 3'ə vursam 6 eləyir də. Buradan burada 6'dır. 6. Yaxşı, 6 da bu 22. 30 22-dən nə qədər çoxdur? 8 vahid çoxdur. Bu da belə. Bu da sahə perimetrə aid olan suallar. Əslində son qəbullarda belə tərz düşmürdü. 2025-də bu tərz düşmürdü. Ta ki 2025-in dekabr ayına qədər. Dekabrda bu tərzdən bir dənəsi düşmüşdü deyə. Yəni necə düşürdü? Artıq onları əzbərləmişdik. Bizə yenə belə bir şey verirdi və burada sahələrini soruşurdu. Onları da artıq əzbərləmişdik, tələbələrə əzbərlətmişdik. Heç yazmadan orada görəndə həmin fiquru hesablayırdılar ki, bu budur, bu budur. Sadəcə toplama kimi yazırdılar. Lakin axırıncıda belə bir şey düşmüşdü deyə həm dekabrda, həm də yanvarı indi hələ ki dəqiq bilmirik. Düşübdü, düşmübdü. Yəni bu şəkildə alınır. İzahına baxdıq. Gəlin dərs üçün başlayacağıq məsələlərə. 4-cü bölməmiz olan natural ədəd məsələlərindən başlayacağıq izahına.